Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Planet Parnis Baku studiyasının istehsalı olan Gülüş yığmasının 11-ci buraxılışına baxırsınız. Əziz dostlar, bildiyiniz kimi ildə 365 əlamətdar gün var və bu gün də istisna deyil. Noyabrın 15-i Yaponiyada uşaq bayramıdır. Bəli, bütün Yaponiya xalqı uşaq bayramını qeyd edir. Bu haqda sizə ətraflı danışmaq istəyirəm. Deyilənə görə, Yapon uşaqları müasir texnologiya sahəsində ən inkişaf etmiş uşaqlardır. Diqqətlə qulaq asın. Hələ doğulmamışdan əvvəl hər Yapon uşağına Facebookda səhifə açırlar. Uşaq doğulan kimi ilk olaraq roddomda check-in eləyir, sonra başlayır qışqırmağa və ancaq bundan sonra ağlamağa. Ana südünü içməzdən əvvəl balaca Yapon uşağı tərkibindəki yağlılığı və kalorini öyrənmək üçün südü analizə göndərir. Davam edək. Düz 80 il bundan əvvəl noyabrın 15-də SSR-də ilk dəfə olaraq səsli televiziya verilişi ekrana çıxmışdı. Təsəvvür edirəm, əgər bu hadisə baş verməsəydi, indi mən efirdə danışmaq əvəzinə Charlie Chaplin kimi hərəkətlər edərdim. Amma açığı bizim bəzi estrada müğənnilərini görəndə, eşidəndə, mən 80 il bundan əvvələ televiziya səssiz olan bir vaxta qayıtmaq istəyirəm. Hörmətli xanımlar və cənablar, sizdən indi gürültülü alqışlar istəyəcəm. Çünki hal-hazırda arena klassik gülüş ustalarına, yəni Planet Parnis Bakunun aktyorlarına verilir. Beləliklə, uşaqlar özlərini nağıllar aləmindəki kimi hiss etməsi üçün Rixi Club, yəni uşaqlar klubu, tennis kortu, futbol və voleybol sahəsi olan Rixsiz Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə Gülüş yığmasının 11-ci buraxılışına baxırsınız. Salam. Salam. Rixsiz Otelə xoş gəlmisiniz. Biz sizin üçün ən yaxşı villanı hazırlamışıq. Buyurun, keçə bilərsiniz. Əla. Hə, necədir? Xoşunuza gəlir? Əla. Onda gəlin villa ilə yaxından tanış olaq. Buyurun baxın, televizor, özü də mini kinoteatrla. Əla. Keçək vanna otağına. Vanna otağı, özü də mini jacuzzi ilə. Əla. Xüsusi qonaqlar üçün yüksək internetlə mini kompüter. Əla. Davam edək. Mini bar. Necədir? Xoşunuza gəlir? Əla. Və nəhayət, eksklüziv olaraq bizim oteldən sizin üçün mini barmen. Nuş olsun. Əla. Bu da istədiyin təbiət. Malades Rixsiz Otelə. Əməlli başlı Avropadır, hə? Ay əzizim, nə gözəl sürpriz eləmisən mənə. Ha, əzizim, sən bugün yalnız istirahət edəcəksən. Özü də ki, səni indi golf oynamağı öyrədəcəyəm. Sən bir də oradan mənə klüşkanı gətir. Baş üstə. Buradan yox, bax oradan. Tez elə.
Çox sağ ol əzizim, çox sağ ol. İndi baba o topları da mənim üçün gətir. Baş üstə əzizim. Ay sağ ol. Buyur, At onları yerə, at onları yerə. İndi bir dənə də dəsmalı ver, boynum tərləməsin. Əlbəttə bu saat. Diskət. Hə. Ver onu mənə. Ay sənə malades. İndi bax get o təpənin üstündəki dükandan bir dənə su al gətir mənim üçün. Baş üstə. Qaç bir, qaç. Ay, buyur, aldım suyu. Bəs mənə nə vaxt öyrədəcəksən oynamağı? Arvad az danış, topların hamısını vurmuşam, qutarıb. Sən get qaça-qaça onları yığ gətir bura. Bəs oturdun burada. Bəs istirahət? İstirahət elə də, kim sənə nə deyir ki? Topları yığıb gətirəndən sonra yavaş-yavaş başla yeməkləri hazırlamağa. Tak, pis deyil. Əla, əla. Yaxşı. Ayaqlarını qattalama. Yaxşı. Yenə qattalayırsan, bax. Qattalama ayaqlarını. Vur. Tələsmə. Ay bala, hara tələsmirsən? Tələsmə, belə olmaz bu. Bax, belə yaxşı. Belə məşqilə gələn il səni yarışlara göndərəcək. Əla, əla. Vur. Əşinə yarış. Partladım ucu. Ölürəm. Dözə bilmirəm. Zırramağın biri yarım saatdir ki tuvalete girib çıxa bilmir. Aha! Aha! Çıktı. Çıktı ha, partladım. Hə oğlum, hazırlaş. İndi isə vur. Yox, belə olmaz. Bir dəfə də vur. Qapını nişana al. İndi vur. Ana belə də zərbə olar. Heç boş qapıya topu vura bilmirsən. Oğlum, sən heç televizordan futbola baxmısan? Baxmışam. Onda çalış. Oradakılar kimi topu qapıya vur. Hə, vur. Bir dəqiqə Diana, bir dəqiqə Diana. Gəl görüm bura. De görüm, sən televizordan hansı futbola baxırdın? Bizim komandalar oynayırdı. Hər şey aydındır. Bəs İspan komandaları oynayanda baxmısan? Baxmışam. Onda topu qapıya İspanlar kimi vur. Əla! Futbolu İspanlar kimi oynamaq lazımdır. Bizimkilər kimi yox. Hadi səni, getdi. Salam. Necəsən? Yaxşı, şükür o günə. Nə keçələmək istəyirəm? Kisələmək istəyirsən? Bəli. Boş, o da mənim böyük. Uzan görək. Vay, 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 vay. Sən nə gündəsən, hə? Boy, çirkə bax. Zalım oğlu zalım. Neçə ildir ki çinmirsən, hə? Rixsis oteldə gül kimi hamam tikiblər. Heç olmasa 3 gündən bir gəl səni kisəliyim. Bizimkilər demişkən, indişən adam oxşar. Всё, qara, gedə bilərsən. Biraz qara yerlərin dağılır, amma oraya əl vura bilməzsən. Özün başa düşürsən. Get, sağ salamat. Əziz dostlar, diqqət, diqqət. Arenanı ağır çəkili gülüşçümüz əlinə alır. Bu saat, bu dəqiqə, indi o bu arenada
tam şəkildə öz məharətini göstərəcək. Şəkil sözünü elə belə demədim. Düz eşitdiniz. Photoshop xəbərlərlə ağır şəkili gülüşçümüz Azər Məmmədzadə gəlir. Xoş gördük Tahir. Salam Azər. Sualım var sənə. Buyur. Yayın istisində harda gülmək olar? Photoshop xəbərlərdə. Qışın soyuğunda harda gülmək olar? İnanmayacaqsan, amma yenə də Photoshop xəbərlərdə. Odur ki, əziz tamaşaçılar, il boyu Photoshop xəbərlərə baxın və ömrünüzü gülüşlə uzadın. Photoshop xəbərləri Azər Məmmədzadə təqdim edir. Məmurlardan birinin yataq otaqlarının şəkli internetdə yayılıb. Şəkildə göründüyü kimi o gecələr çox narahat yatır. 86 yaşlı Bakı sakini Zümrüd xala pensiyanı vaxtında karta köçürməyəndə əsəbləşib Sabesə özü gedir. Hacıqabul rayonunda Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin filialı açılır. Aldığımız məlumata görə bu yaxınlarda Əhmədli sakinləri isti suyun verilməsinə əlac tapıblar. Gürdəmir rayonunun sakini Cəfər kişinin dərdi böyükdür. O arvadını yaba ilə yedizdirsə də doyuzdura bilmir. Şəkildə gördüyünüz bu xanım ev işlərini tez və deyinmədən yerinə yetirdiyinə görə onun əri çox xoşbəxtdir. Dünən Yeni Yasamal rayonunda bir nəfər toya getmək istəyirdi, amma xəstəxanaya düşdü. Məsələ burasındadır ki, o küçədə 7 saat evdə toya hazırlaşan yoldaşını gözləməli olmuşdur. Sağ olun, gələn görüşlərə dək. Azər Məmmədzadə xüsusi olaraq gülüş yığması üçün. Əziz dostlar, bu gülüş ustamız bir neçə müddət sonra artıq məşqçilik fəaliyyətinə başlayacaq. Çünki onun zarafatlarının gənc nəslə ötürmək vaxtı gəlib çatıb. Gülüş yığmamızın ayaq üstü gülüş mütəxəssisi Fərda Amin. Salam aleyküm, necəsiz? Sağ olun Fərda müəllim, siz necəsiz? Çox sağ olun Tahir müəllim, təşəkkür edirəm sizə. Mən Bugün xüsusi bir gündür ki, biz bir-birimizə siz deyə müraciət edirik. bəli. Nə günüdür bugün? Vallahi bilmirəm, yəni siz günüdür. Siz dövlət bayramı. Sağ olun. Mən bugün hazırlaşmamışam, yəni onu demək yəni. İcazə versən əlimi Buyurun. götürmək. Buyurun. Mən əlimi buraxmadan istədim deyim ki, qanqarası. Fərda, bilirəm ki, hər şey yaxşıdır. Ona görə dərhal mövzumuza keçək. Mövzumuz elə bir mövzudur ki, nə qədər danışılsa da bitmir, tükənmir. Toylarımızdan danışacağım. İnşallah bütün subaylara qismət olsun. Hər evdə toy olsun. Gözəl, gözəl arzulardır. İndi isə keçirik Fərda Aminin rubrikasına. Ayaq üstü gülüş. Uğurlar. Təşəkkürlər. Toy olacaq. Hər zaman toy olsun inşallah deyirəm və çıxışma da bax elə belə başlamaq istəyirəm. Əslində, mən çox olmamışam xaricdə, yəni başqa millətlərin toylarında olmamışam. Gedəndə də öz millətimizin toylarında iştirak eləmişəm. Amma gedib gələnlər var və bizdə də elə bir şey var axı. Getdin, gəldin, ona o qədər qabağındakı bilirsən getməyib, ona əzə-əzə danışırsan, əzə-əzə, öldürür, məhv eləyir onu. Yəni, bilirsin nədir o? Məsəl üçün, o... Çayxanada olur belə hadisələr daha çox. Biri məsəl üçün BMW iləndir. İçəri girən kimi bilir axı 07 sirri. O da 07-nin açarını qoysun üstünə. BMW-ni tulluyur, dalıca bir dənə vertu. Bəs salam. O adam öldü, ruhu çıxdı bədənindən.
Ne verdir götür, koydu cibinə. 20 dəqiqə adamı danışdırma, söndü. Hani belə şeylər var, göstərə-göstərə əzmək. Və mənə də bir-iki dənə adlarını çəkməyəcəm müğənnilər. Çünki belə də olmasa, belə dostlarımızdılar. Məcburiyyət qarşısında işimizə görə dostluq. Və danışıblar, orada toylar necə gedir. Və müqayisə elədim ki, yenə də bizim toylar. Yəni, toy nədir? Toy dediyin, vəssalam. Yəni, nə palatka var, nə şadlıq evi. Park, lambuçkaları bağladılar, rəhlədilər, əla. Limuzin, 2 nəfər gəldi, bir dənə daroşkada vırrrr atdılar bu başdan o başa, vəssalam. Yeməyə pul xərcləmirlər. Yemək də nədir? Yəni, 600-700 dollar mən belə xərcləyən, 4 mərtəbə tortdur, qalan da belə şampandır, vəssalam, xırda-xuru işlər. Pulu bıraxırlar limuzinə, ər-arbat gəldilər, tıp düşdülər, açdılar qapı, gəldilər. Hə, düz tortun böyrünə. Ay, bu nədir? Bunu bırax, yeməyə qoyacamağa çörək yesin də. Gəlir, tortdan da bir loxma. Yəni, loxmanın da tərcüməsi yoxdur. Verilişlərin birində demişdim. Yəni, loxma sözü, yəni, zavod çörəyinin 1/4 hissəsi deməkdir. Yəni, 4 bölürsən, bühtün bir dənə staliçlə sürtdün, attın. Yəni, ən səbirli adam da bizdə onu 3 dəfə çenir. Bir sağ bir su tulladım mədiyə. Ki, yəni, mədə səni gəzdirirəmsə, mən hər şeyi çenib sə verməli deyiləm. İşivi gör aşağıda. Həqiqətən, mədə də ki, maşallah, hamısını da götürür. Və həmin o bir loxma tort, bakal şampan keçdi barmaqların arasında getdilər. Oturmağa yer də yoxdur. Ağaçların dibində sülən. Aşağı, yuxarı, aşağı, yuxarı. 3 dənə də skripkası da düşüb dalınca. Muskantın yeri olar da, qarda ki, otu yerində. Gəlib sifarişimizi verəcək də. Düşmürsən, dalımıza zəhləmi tökürsən mənə. Toylar həqiqətən bizdədir, qarda. İnandırım sizi. Bir toyun şahidi oldum mən. Saat 6-da. Yəni, qapılar açılmalıdır. 6-nın yarısından camaat qapını dağıdı. Bax, girə içəri. Dayanın da, dayanın. Olmaz. Hələ olmaz. Ev yəsi deyil, hələ olmaz. Hələ olmaz. Çatdı, muskant hələ aparaturanı quraşdırır. Bir stol dağılır. Yağı, ikra staliçini, buraşını, solusunu, lətkiyə, balıq, qaban, aş, tort, marojna, çay. Axırıncı, aş, tort, marojna, çayla. Yəni, bu qədər yiyib, səhər yatıb, durub deyən var ki, axşam yuxumu yaman qarışdırmışam. Sən dünən yeməyi qarışdırmışsan. Baxsaq qal. Bunun ilə əlaqəsi yoxdur. Və bir dənə çatmayan şey var mənə. Toyda tamadalar, xüsusi tamadalar yəni. Niyə bizə, yəni oturanlara, atanın, ananın kim olduğunu başa salmağa çalışırlar? Sakit, bir dəqiqə, üzr istəyirəm. Sakit, musiqin sağla oradan bir şey ver. Şuraya görək. Əziz dostlar, ana, balaca bir pauza. Çox müqəddəsdir. Vay, sən Allah. Hamı qaçdı evə, ana. Yəni, bu yaşa kimi heç kim dərk eləməyib ki, ana kimdir, ata kimdir. Uşaq da atasını tanıyır, onunla gəlib toya. Sən niyə özünə zülüm verirsən? Bir də stolları təzə başlayanda toyda bir dənə fikir verin o bakalların ləkəsi ilə. Qardaşım, bir dənə zəhmət olmasa, bax onda. Yəni, həmin adam saat 12-nin yarısı onun bakalında fanta içir. Sınha bağışlayırsın Allah. Obusun götürsün. Bunu eləyəcəksənsə bu nədir? Toyun birinci tablosu ilə bu tablo arasında yerlə göy qədər fərq var. Nə vaxt kameraya baxsan heç kim yemir, hamı oturub. Toy qutarır, evə parmağa bir dənə çöp tapa bilmirsən ki, götürüb aparasan evə. Yazı da o deyil. Və Azərbaycan toylarında ən çox xoşuma gələn bir şey var, rəqslər. Yəni, 3 cür oynayanlar var bizdə. Var oynayan, normal oynayır. Onların içində hirslə oynayan var. Yəni, kimsə xəttinə dəyib və üzə düşüb, durub oynayır. Sifətdə heç nə yoxdur, amma əl oynayır. Var oynadan, səni tutub oynadır. Gəl. Sağ ol. Gəl. Yaxşı. Durursan getməyə, tutur əlinə. Gəl. Ha, oyna. Oyna. Yaxşı, bırax şey. Ya, oyna. Hədə xoddadım, bırax da. Çox, normal. Girdim. Havaya girdim, bırax. Yox, oyna. Da belə oynadansa bir ip sal, məni belə oynat da özün üçün. Çox fərq. Və 3-cü tiplərdəki ağır tiplərdir. Yəni o imkan. Oynayanlar elə baxır ki, hamı yüngüllük eləyir. Toyu təşkil eləyən budur. Yəni, çağırıb ki, bunları əyləndirsin. Bunu əyləndirsinlər. Nəysə, çox uzatmaq istəmirəm. Rubrikamı burada bitirmək istəyirəm. Çox təşəkkürlər məni bu layihəyə dəvət eləyən Tahir İmanova və onun bütün kollektivinə Fərdə Amin xüsusi olaraq gülüş yığması üçün.
Təşəkkürlər. Əziz dostlar, uşaqlar özlərini nağıllar aləmindəki kimi hiss etməsi üçün Rixi Club, uşaq klubu, tenis kortu, futbol və voleybol sahəsi olan Rixus Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir. Yığmamızın növbəti üzvünün etdiyi zarafatları demək olar ki, böyük bir ensiklopediyadır və bu ensiklopediyanı mütləq çap eləmək lazımdır. Hər mövzuda, hər sahədə, hər kəsə aid olan bu zarafatlar artıq tarixə düşüb. Bugün isə siz tarixə düşəcək yeni bir gülüş səhifəsinin şahidi olacaqsınız. Qarşılayın, gülüşən Caba, sərbəst gülüş ustası Cabir İmanov. Hoş gəldin Cabir. Çox sağ ol Tahir. Deyirlər ki, indiki zamanədə məşhur get işinlə məşğul ol ifadəsi təhqir deyil, gözəl bir arzudur. Xoş gördük sizi, əziz dostlar, əziz tamaşaçılar. Yuxudan söhbət edəcəyik. Mənim kimi əl qabiliyyəti olan, Üzeyrin mahnılarından konfet düzəldən usta üçün heç bir problem yoxdur. Məsləhətlərə qulaq asın, onda sağlam və cavan qalacaqsınız. Bunun üçün nə etmək lazımdır? Evdən çıxanda balışı özünüzlə götürün. Avtobusda paduşka çox gözəl sizə yuxu verə bilər. Gündəlik xəbərlərdən eşidirik ki, bizim avtobus sürücüləri elə pis maşın sürürlər ki, avariya eləyirlər. Ona görə o şoku keçirməmək üçün avariya zamanı yatmaq daha yaxşı olar. Əgər bəxtiniz gətiribsə və avtobus sizə lazım olan tərəfə aşıb, deməli siz oturaraq yox, artıq uzanaraq yatmışsınız. Bax belə. Belə olan halda nə qədər istəyirsiniz yatın. Onsuz da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sizi gəlib durğuzacaq. Əgər sizin maşınınız varsa, deməli siz gün ərzində bir neçə dəfə tıxacda olursunuz. Bu halda yastıq sizə kömək eləyər. Necə? Siz yastığı qoyursunuz sükanın üstünə və qəşəkcə tıxac zamanı orada yatırsınız. Və biləsiniz ki, yastıq sizi başınızla siqnal verməkdən qoruyur. Axı biz hamımız şahidik ki, hamı tıxacda siqnal verir. Bilirsiniz nəyə görə? Çünki onların maşında paduşkası yoxdur. Keçək növbəti bir məsləhətlərə. Əgər siz bizim milli futbol yığmamızın azarkeşisinizsə, onda stadiona gedəndə mütləq özünüzlə paduşka aparın. Yox, özünüz üçün yox. Rəqib komandanın qapıçısı üçün. Bildiyiniz kimi bizim futbolcularımız rəqib komandanın qapısının yanında çox nadir hallarda olur. Ona görə o qapıçı orada avara-avara durub, yatmasın bu yazıq, neynəsin axı? Əgər siz devlət işinə keçib, devlət məmuru olmuşsunuzsa və istəyirsiniz günü-gündən yüksək zirvələrə qalxasınız, onda bu balışı qoymalısınız köyün əvinizin altına və işə gedəndə ancaq belə getməlisiniz ki, hamı elə bilsin ki, siz rəissiniz. Axı bizim devlət məmurlarının anlayışında yekə qarın rəis hesab olunur. Salam əleykum, nətərsiniz? Axşam hardayıq, ay qardaş? Necə də gülməlidir. Məmur demişkən, balış bizim bəzi deputatlarımıza da lazımdır. Çünki onların bəziləri Milli Məclisdə iclas zamanı elə şirin yatmağı xoşlayırlar ki, gəl görəsən.
Hansısa bir yeni tikilinin yanından keçərkən balışı başınıza qoymağa unutmayın. Çünki bizim bəzi tərbiyəli sakinlərimiz zibil yeşiyinə yox, eyvandan aşağıya atırlar. Bununla da siz o zibillərdən başınızı qoruya bilərsiniz. Və nəhayət, əgər siz düz, təmiz, rüşvət almayan bir məmursunuzsa, sizə mütləq yastıq lazımdır. Bu saat başa salacağım nəyə görə? Təsvir edin ki, sizin yanınıza bir insan gəlib və sizə rüşvət gətirib. Siz də deyirsiniz ki, mən təmiz rüşvət almayan bir məmur kimi rüşvəti heç vaxt götürmərəm. Əlbəttə ki, sizin yanınıza gələn insan bu sözləri eşidəndən sonra öz huşunu itirib yerə yıxılacaqdır. Və o yerə yıxılmamışdan qabaq mütləq siz onun başının altına yastıq qoymalısınız ki, o sizin döşəmənizi xarab eləməsin, o başını zədələməsin. Cabir İmanov xüsusilə gülüş yığması üçün. Uşaqlar özlərinin nağıllar aləmindəki kimi hiss etməsi üçün Rixi Club, uşaq klubu, tenis kortu, futbol və voleybol sahəsi olan Rixi Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığmasına baxırsınız. Davam edirik əsl Azərbaycanlı pəhlivanla. Ay qardaş, hara gedirsən? Narahat olma. Sən narahat olma. O, yüngül şəkili bir pəhlivandır. Özü də əsl pəhlivandır. Qarşılayaq. Söz pəhlivanı, əsl Azərbaycanlı Səməndər Rzayev. Salam uyuram səni Səməndər. Salam Tayməm. Nə var, nə yox? Necəsən? Şükür Allah, yaxşıdır hər şey. Gözəl şərfim var. Bax, hər dəfə soruşmaq istəyirəm, yadımdan çıxır. Hardandır bu şərf? Hardan almısan? Evdəkilərdən götürdüm. Evdəkilərdən... Mamanındır. Sən də bəzi kişilər kimi... Yox, Allah eləməsin. Yox, evdə bu şərfə uyğun heç nə tapmadım. Qalstuk mənə yaraşmır boyun balacadan. Ona görə... Amma düşünürəm ki, bunu ancaq səhnədə geyinirsən. Sözsüz. Düzdür? Əyyibdir. Yaxşı. Zarafatları qoyaq bir qırağa. İndi ciddi söhbətə başlayırıq. De görək, bugünkü söhbətimiz nədəndir, kimlərdəndir? Məncə, bugünkü danışdığım monoloqdan sonra mən daha bu şəhərdə yaşaya bilməyəcəm, mən köçüb getməli olacağam. Çünki bugünkü monoloqum imkanlı şəxslər və bizim Azərbaycanlı məmurlarımız haqqında olacaq. Nəhayət ki, bu mövzuya da toxundu. Bəli. Səməndər Rzayev, alqışlarınız. Bugün mən Azərbaycanın bəzi imkanlı şəxsləri və məmurları haqqında danışmaq istəyirəm. Yəni, mən gənc bir KVN-şikam, KVN oynamışam. Vaxt var idi ki, bizə sponsor lazım idi. Biz nə edirdik? Qaçırdıq sponsorun imkanlı şəxslərin yanına. Gəldim, çatdım bir dəfə imkanlı şəxsin yanına. Dedim ki, salam aleyküm, biz gənc komandayıq, KVN, Pariniz, Baku, yadınıza gəlir, onlar da oynayırdı, bəs biz də istəyirik belə oynamaq. Biz dedi ki, əla, super, bomba ideyət, posta, mənim indi o qədər imkanım yoxdur. Siz belə eləyin, siz gedin Gənclər İdman Nazirliyinə. Əla, super, çox sağ olun, Allah razı olsun. Bomba ideyadır. Tərpəndim Gənclər İdman Nazirliyinə. Gənclər İdman Nazirliyinə gəlib çatdım. Orada dedilər ki, qardaş, bizlik deyil bu. Siz gedin Mədəniyyət Nazirliyinə. Dedim, əla, super. Tərpəndim Mədəniyyət Nazirliyinə. Gəldim Mədəniyyət Nazirliyinə. Qardaş, biz bu dəqiqə bu ilə məşğul ola bilməliyik. Bizdə başqa problemlər var. Biz mədəniyyət böyük işlərimiz var. Siz belə eləyin, siz gedin icra hakimiyyətinə. Problem yoxdur. Durdum, tərpəndim icra hakimiyyətinə. Gəldim icra hakimiyyətinin qabağına çatdım. Bir dənə ağsaqqal yaxınlaşdı mənə, görəcəkdim. Baba, bir yaxdan sən hara gedirsən, mən də səninlə bir tərpənirəm.
Deyəsən, səni də qəbul eləyən yoxdur. Dedim, yox, saqqal. Və biz bunlar üçün tenis topuyuq. O bunu atır, bu onu. O bunu atır, bu onu. Bir dəfə belə bir hadisə olmuşdu. Polis əməkdaşlarından biri, yol polisi, məmurlardan birini saxlamışdı. Saxlayıb, yaxınlaşıb sürücü tərəfə görüb, sağ olun, yaxşı yol saxlamışam, bəs gedin. Deyib, yox, nə danışsan? Mən cəlmə eləmişəm, qaydanı pozmuşam. Hamı necə, mənə də hələ. Yaz cəlməni. Polis deyib, yox, nə danışsınız, siz nə cəlməsi? Cəlməsi eləməmişsiniz. Mən səhv elədim, sizi saxlamamalıydım, başqa maşını saxlamaq. Üzüm çölüb gedmək istəyəndə, gənə məmurumuz deyib ki, yox, qardaş, başa düşmürsən. Biz Bakı şəhərində yaşayırıq, hamımız Azərbaycanlıyıq. Hamı necə qaydanı pozursa, cəlməni qeyb ödəyirsə, yaz, mən də gedim, hələ ödəyim. Polis bizi nə eləmişdi? Nə olar? Qurban olun. Bıraxın da mənə geyim evə, arvad uşağım var, xahiş edirəm, yazığınız gəlsin mənə. Bizim məmurlarımızın belə bir xasiyyəti var. Bayaq dediyim kimi, mən çox olmuşam yanlarında, danışmışam, sponsor axtarmışam və ən gülməli, belə xoşladığım hallardan biridir. Məmurla danışırsan, oca səninlə dost olub. Hələ avradır ki, kabinetdə. Sən oca konsert verirsən, çıxış eləyirsən, o da sənə gülür, deyir, bəs mən də sənə bunu danışım, zarafat. Oca deyir ki, əla, super, sağ ol, görüşərik, 100% görüşəcək, zəng elə mənə. Sən də çıxanda birdən yadışır ki, nömrə. Mən buna necə zəng eləyəcəm? Güzdən çatmışam bura. Bəs, çox üzr istəyəm, müəllim. Bəs mən sizlə necə əlaqə saxlaya bilərəm? Deyir, problem yoxdur. Əl atır, burada stolun üstündən bir dənə belə vizit kartı. Çıxardı, deyir, gələ. Zəng eləyərsən. Götürürsən vizit kartı, baxırsan ki, 3-4 nömrə var. Sən müəllim, çox üzr istəyirəm. Mən hansına zəng eləyim bu nömrələrdən ki, siz 100% özünüz cavab verəsiniz? Taktikadır, ya o da. Götürür vizit kartını, aparatını. Ciddi belə baxır. Ruçkanı götürür belə. Bir dənə nömrəni pozur. İkincini pozur, üçüncünü pozur. Sən bu nömrəyə zəng elə. Mən özüm cavab verəcəm, səninlə görüşsəm, ola bilsin, bunlara zəng eləsən, mənə deməsinlər. Cəmaatın arasında belə bir söhbət gəzir. Məmurlarımızda yiyinti çoxdur. Düz deyirlər də, hə? Yiyinti çoxdur. Haçan gəlsən deyir, abeddədir. Haçan gəlsən deyir, ujindadır. Haçan gəlsən deyir, yeməyi yiyir, bu dəqiqə gəl, vaxtı yoxdur sizi qəbul eləməyə. Bir müraciətim var buradan. Xahiş edirəm, bütün məmurların maaşını qaldırın. Çatdırmırlar da bu insanlar. Pul azdır. Bunların uşaqları var. Uşaqlarının Bentley, Maseratisi var. Bentley ilə Maserati benzini var. Xahiş edirəm, qaldırın o maaşını, qoy rahat cəmaat yaşasın da, olmaz belə. Məmurlarımız heç özləri işlədiyi idarənin əsas qapısını tanımırlar. Nəinki tanımırlar, heç görməyiblər. Bilirsiniz niyə? Çünki arxa qapıdan keçirlər. Və sonunda, hörmətli məmurlarımız və imkanlı şəxslər, sizdən artıq dərəcədə xahiş edirəm. Biz sizin qapınıza gələndə bizi qapıdan geri qaytarmayın. Çünki biz sizin yanınıza işimiz düşüb ki, gəlirik də. Sizin qarşınıza çıxış elədik. Əsl Azərbaycanlı Səməndər Rızayev. Xüsusi olaraq gülüş yığması üçün. Sizi xəbərdar edirəm. Onun fəndlərindən yaxa qurtarmağa çalışmayın. Əksinə, məğlub olun və onun təkrar olunmaz zarafatlarından həzz alın. Video fəndlər mütəxəssisi, yığmamızın şərhçisi Ələkbər Əliyev. Xoş gəlmisən Ələkbər. Xoş gördük Tahir. Bugünkü rubrikamız hansı fəndlərdən ibarətdir? Deməli, bugünkü fəndlərimiz. Bugün biz atalar sözündən söhbət açacağıq. Nəhayət ki. Futbol haqqında yenə danışacağıq.
Ümumiyyətlə bir atlanıb düşən idmançı var, onu göstərəcəyik. Atlanıb düşən idmançılar çoxdur. Söhbət hansından gedir? Bu elə bir idmançıdır, siz onu tanımırsınız. Amma bugünkü süjetdən sonra onu bütün Azərbaycan artıq tanıyacaq. Sonra? Bir sözlə, bugün çox çeşid süjetlərimiz var. Nələr, əlbəttə ki, video fəndlərdə Ələkbər Əliyevin təqdimatında. Yaxşı tərbiyə alan qız heç vaxt, heç kimə gözqaş etməməlidir. Çünki gözqaş edən qız ya tərbiyəsizdir, ya da ki, equalizer. Demək olar ki, bütün toylar bir-birinə bənzəyir. Bəy, gəlin, qonaqlar, yeyib içmək, rəqs. Amma hər bir toyda mütləq bir nəfər sərxoş ortaya düşüb rəqs etməlidir. Gəlin birlikdə baxaq. Çoxları maraqlanır. Niyə görə Amerikada normal futbolçu yoxdur? Sizə cavab verirəm. Çünki normal məşq edə bilmirlər. Okay. Əslində idmançı olmaq çox gözəl şeydir və çoxları idmançılara heyranlıqla baxır. Amma bəzi idmançıları görəndə demək istəyirsən ki, ay qardaş, nə olub, nə atlanıb düşürsən? Videoda gördüklərinizi evdə xahiş edirəm təkrar etməyin. Ələkbər Əliyev xüsusən gülüş yığması üçün. Əziz dostlar, hamıya məlumdur ki, hər bir yığmanın uğurlu çıxışının arxasında onun sponsorları dayanır. Arenaya gülüş yığmasının baş sponsoru uşaqlar özlərini nağıllar aləmindəki kimi hiss etməyi üçün Rixi Club uşaq klubu, tenis kortu, futbol və voleybol sahəsi olan Rixsiz Quba Azərbaycan Otelinin nümayəndəsi dəvət olunur. Xoş gəlmisiniz Taley. Çox sağ olun Taley mənim. Necədir işləriniz? Çox sağ olun, sizdə necədir? Bizim işlərimiz əladır. Bəs Rixsiz Quba Azərbaycan Otelinin işləri necə gedir? Təbii ki, həmişəki kimi çox gözəl gedir, öz axarında gedir. Olur ki, dinləyirik sizi. Bəli, çox sağ olun. Və bugün mən Rixsiz Quba Azərbaycan Otelində daha bir xidmət haqqında sizə danışmaq istəyərdim. Yəni bu öncəki verişlərdə danışdığımlarından daha fərqli bir şey olacaq. Bu bizim gecə həyatımızdan söhbət gedəcək. Rixsiz Quba Azərbaycan Otelində gecə həyat dayanmır. Və biz bunu çalışırıq daha da rəngarəng etməyə və bizim otelimizdə ilk verişlərdə qeyd etdiyim kimi 8 bar və 1 gecə klubu fəaliyyət göstərir. Bir gecə klubun adı Diamonds Club'dur. Bu təxminən gecə saatlarından fəaliyyətə başlayır və bu Diamonds Club'a biz yerli və xaricdən məşhur DJ-lərin müşahidə altında
istənilən musiqini dinləyərək bizim otelimizə təşrif buyuran qonaqlar rəqs edə bilərlər, müxtəlif içkilərdən dada bilərlər. Bundan sonra bizdə Dead and Songs siqar barımız var və öncəki verilişdə qeyd etdiyim kimi bu Şalet restoranının alt mərtəbəsində yerləşir və burada siz müxtəlif növ siqarlardan istifadə edə bilərsiniz. Bununla yanaşı bizim otelimizin ərazisində şişa bar var. Bəli. Bizim otelimizə təşrif buyuran qonaqlar, yəni gecə saatlarında, saat 10-dan 11-dən sonra həmin şişa bara müraciət edib, istədiklərinə uyğun olaraq müxtəlif növ qəlyanlardan dada bilərlər. Ya da ki, Rixis Quba Azərbaycan Otelinin digər klublarından da istifadə edə Təbii ki, mən qeyd etdiyim kimi 8 bar var. Bunlardan Surrender, Orchid, Touch Bar və bu kimi başqa barlarımızdan xidmətlərinə hara gedək, belə deyək, bu gecəmizi necə davam etdirək suallar yaranmayacaq. Təbii, bizim... Çünki siz Rixis Quba Azərbaycan Otelindəsiniz. Əziz dostlar, hörmətli xanımlar və cənablar. Nə deyə bilərəm? Uğurlar. Və sonuncu sualım belədir. Bəli, buyurun. Artıq hamı bilir ki, keçən ilin sonunda Rixis Quba Azərbaycan Otelində Türkiyənin məşhur müğənnisi Megastar Tarkanın gözəl bir, möhtəşəm bir konserti keçdi. Təbii. Bu kimi konsertlər gözlənilirmi? İnşallah. Bizim planlarımızda var. Gələcəkdə bu tip və bundan Tarkandan daha məşhur olan dünya starlarının bizim otellərdə... Tarkandan daha məşhur olan müğənnilər də var. Bəli, bu planlaşdırılır inşallah. Mən bir müğənnini tanıyıram, o da Michael Jackson'dır. Amma təəssüflər olsun ki, siz onu artıq dəvət edə bilməyəcəksiniz. Təşəkkürümüzü bildirək bizim baş sponsorun nümayəndəsinə. Sizə bir sir açım. Müasir gülüşçülər uğur qazanmaq üçün tez-tez əvvəlki gülüşçülərin çıxışlarını izləyirlər və onları təhlil edirlər. Biz də əsl gülüşçü olmaq istəyənlər üçün belə bir şans veririk. Elə isə gülüş yığmamızın musiqili hit paradını qaçırmayın, əziz dostlar. Yol polisi çetin iştir, dururuk yolda. Avcılar tek gizlenirik, inlerde yolda. Saklayan da maşınları, bölürük ondan. Bu cip senin, bu cip benim, bunlar eskimeyin. Ay, bunlar senin, bunlar benim, bunlar hiç kimin. Serhoş sürücü tutanda biz sevinirik. Olimpiyada elə bir galip gelirik. Eve yetmemişten kabak yiyip içirik. Kan ver senin, kan ver benim, Sumka reisim. Ay, bu kız senin, bu kız benim, bu kız hiç kimin.
dostlar. Önemli bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Gülüş yığmasının sayəsində ölkədə korrupsiya azalmağa başlayıb. Düzdür, ancaq şənbə günləri, özü də ancaq saat yarımlıq, yəni verilişimizin efiri vaxtı. Əziz dostlar, uşaqlar özlərini nağıllar aləmindəki kimi hiss etməsi üçün Rixi Club, uşaq klubu, tenis kortu, futbol və voleybol sahəsi olan Rixsiz Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir. Kömək eləyin! Kömək eləyin! Tez olun, ne olur su getirin, kömək eləyin! Kömək eləyin! Ne olub ay xanım? Necə nə olub, yanğındır? Su getirin, tez olun! Ay xanım, sizə axı neçə dəfə dedim ki, otaqda siqara çəkmək olmaz. Neyini oldu da bir qələt elədim. Tez olun, ne olur su getirin də. Yaxşı, bir dəqiqə gözləyin ki, suyu gətirib gələm. Tez. Zəhmət olmasa bizə də su ver də, nə olar? Sizdə də yanğındır? Yox, bizdə baxmelli. Mənim bir dənə qaldı su gətirdim. Hacı, yer var ha qalmağa. Bir qolam nə dərsən? Xoş gördük, xoş gördük. Nətər istirahət edirsən? Gözəl, gözəl. Deyirəm, halal olsun bu Rixos otelinə. Gözəl istirahət üçün bir məkan fikirləyin. Super, deyirəm Pusat, şəhərdə olsaydıq, səs-küydən o siqnal səsindən otura bilməyəcək deyə baş beynimiz yerəcək. Demə, şəhərdən danışmayın. Bu probkaları mən vafşim demirəm. Peşmansan şəhərə gələsən, bir probkalar yaranır. Bir də görürsən, xaricdən bir qonaq gəlir. 5 kilometrlik probka yaranır. İndi nə deyirsən, Pirqulam, minək vaqona qalxaq o dağın təpəsinə. Nə deyirəm? Qanat yolu. Gedək də. Hay atona, ay atona. Deyəsən, biz burada da gedə bilməyəcəyik. Ora bax, görürsən burada da probka yaranır. Hay atona, Pirqulam. Axı bəyəkləri tez orada dedilər ki, Polşanın prezidenti gəlir. Bura, Rixosa. Yəqin gəlibdi bura Qubuya Rixosa. İndi axşama qədər burada. Ona, probkaya bak. Sakla. Leytenant Məmmədov, tez elə sənədlərinizi təqdim eləyin. Tez. Reis bizi niye sakladınız? Neylemişik ki? Şu deyirəm, tez elə sənədləri təqdim eləyin. Reis, biz hansı qaydanı pozmuşuq ki, sən bizdən sənət istəyirsən, ha? Siz kəmərləri taxmamışsınız. Ona görə də cərimə olunacaqsınız. İnanmırsınız, özünüz baxın. Düz değil de, kemer takmamış. Hər şey, kəmər taxmayanda nə olar ki? Reis, qurban bırax bizi gedək də. Necə yəni nə olar? Kəmər taxmayanda şalvar aşağı düşə bilər. Bu parkda da arvad uşaq gəzir. Olmaz. Ayıbdır. Tez elə cəriməni ödəyin. Tez. Tarlaxan, gör nə boyda baseynadır. Bu boyda baseyn olur. Və nə bilmişdi? Rixos otel, elə belə otel deyil. Vay, indi nə deyirsən? Nə qayra? Bu boyda baseyn ola nə qayracıyıq? Nə bileyim? Kəllə vuraq üzək. Bir suya qara baxıbsın. Bu su soyuqdur mənim üçün, qaqa. Soyuqdur. Bənəm, soyuq olur, mən ora tullanan deyiləm, yox. O bir baxım məndə. Düz deyirsən, yaman soyuqdur. Amma nə qayraq? Bu boyda yol gəlmişik. Bu boyda baseyn var burada. Qoy, gözlə məni, gözlə Pusat gəlirəm, gözlə. Orayı eşitsən. Gözlə gəlirəm. Mam oğlum, bax bu başqa məsələ. İndi soyuq olmaz.
Hə, Tarlaxan, hara getsən, hə? Oy, gedirəm çimməyə də, ağzını deyirsən su soyuqdur. Getdim isti geyindim ki, soyuq olmasın. Gəlirsən? Hə, yox, mənə soyuq olar. Yaxşı, mən nətər deyildi? Su soyuq deyil ki. Hə, soyuq nədir? İstidən tərlədim burada. Qarı boğazını yaxşı-yaxşı bağla. Soyuq olar. Hə, düz deyirsən. Yaxşı deyirəm, o isti şeyləri gətirib səni. Və nəhayət, arena gülüş yığmasının sonuncu üzünə verilir. Onu da qeyd edim ki, o arenaya tək çıxmır. O, əsl ulduzlarla gülüşür. Özü də heç vaxt uduzmur. Beləliklə, qarşılayın, söz güləşdirən və bu rubrikanın aparıcısı Elməddin Cəfərov. Hoş gördük. Neyse, deməli, hər şey yaxşıdır, amma sənə bir bəd xəbərim var. Niyə? Nə olub? Qonağımız Xəyyamdır. Nisanov. Bəli. Gözəl müğənni, gözəl. Gözəl qardaşımız, dostumuz, amma biraz gecikir. Niyə? Saniyəlik. Yəni, haradasa Space-in ətrafındadır, bir dəqiqə. Haradasan? Hava limanına çatsan? Əzbəyev metrosunun yanına çıxdığında mənə xəbər elə. Sən Domodedovo hava limanına indi çatsan? Ha, Moskvadadır. Neymişsən? Üzr istəyirəm. Biraz söhbət eləyək. Harada olsa buralardadır, yaxındadır. Başqa nə var, Hörmət? Sağ ol, sən neymişsən canın başında? Yaxşılıqdır. Hər şey yaxşıdır mı? Serialları soruşmaq istəyirdim. Haradasan? Təyyarəyə buraxmırlar mənə. Niyə? Yaxşı. Deportasiya eləyirlər deyən biraz geyişir, üzr istəyirik. Deportasiya yox, deportasiya. Mən eləməyiblər elə. Söz güləşdirən və Elməddin Cəfərov, əziz tamaşaçılar. Xoş gəlmişsən Xəyya. Teşekkür ederim. Necəsən? Əla. Əhval-ruhiyyə. Əla, biraz yorğunçuluqdur, amma hər şey əladır. Hə də, bir ayağım burada, bir ayağım Moskvada. Şpaqatda oturubsan abi. Hələ ki yox. Amma öyrənirəm Kamazla, hər şey, amma ən böyük şpaqat asandır. Belə Bakı-Moskva. Bakı-Moskva. Söz güləşdirməyə bacarsan? Çalışaram hər halda. Azər, ağsaqqalımız. Tanış elimdə Azər ağsaqqalımızdır. Biz hansısa çərçivədən çıxanda əvvəl şirin sözlə, sonra stol altı təpiklə, sonra şapla. O danışmır, amma baxır da belə ancaq. Yəni, bu komanda ilə söz güləşdirə bilərsən. Hər halda çətin olar, amma çalışaram. Ümid edirəm. Əslində, Xəyyam haqqında da məlumat verim. Qardaşla bizim biraz yoldaşlığımız olub. Söz güləşdirməyin atasıdır. Yəni, bizlə baş olacaq insan. Harada güləşdirmişsiniz? Biz maşın şouda vaxtı bir yerdəydik və 18 gün bizi susturanmırdılar. Biz verilişdən çıxandan sonra da 2 ay söz güləşdirdik. Doğru düzdür. Xəyyam, dekabrın 1-i 2012-ci ildə Heydər Əliyev adına sarayda konsertin olub. Bəli. Biletlərə nə qədər xərcin çıxdı? Bilet? Biletlərə. Bilet ancaq qohumlar idi. Qohumlara bilet Bilet satarlar. Yalnız qohumlar. Necə diplomatik cavab verdi? Yəqin o vergiləri ödəməyib ona görə. 2000 qohum varsa, deməli 2000 deyirsən. Evdəki bu ad günləri dadı bir də məli. şadlı saraylarda keçir. Heç orada yerləşmir. Maşallah. Yox, doğrudan həqiqətən müğənnilər var ki, konsert verirlər. Ay, tamaşaçıları güzat paylayırlar. Konsertin də içində o tamaşaçıya. O qədər gül oldu ki, mən heç sifariş elədiyim güldən də çox gəldi. Maşallah. Sən gül də sifariş eləmişdin. Təbii, bəs onsuz iş olar. Bu yaxınlarda bir xarici tanınmış bir məşhur bir müğənni var idi, Michael Bolton. Michael Bolton da. Onun konsertinə bir nəfər də bir gül vermədi. Yəqin burada tanışlar azdır. Qovları yox. Qovlar azdır.
Bir də konsertdə pul xərcləmək lazımdır, qardaş. Tək dekorasiya ilə, tək yerin arenda pulla deyil ki, gül almalısan, biletləri satma. Tamaşaçı, qohum, əqrəbə. Elməttin, görürsən necə gözəl müğənnidir? Sən indi onu özünlə müqayisə elə. Sən o qədər Xəyyam Heydər Əliyev sarayında konsert verib, amma sən indiyə kimi bir dənə də olsun konsert verməmisən. Mən Heydər Əliyev adına sarayda solo konsertim olmayıb, amma belə komanda şəklində 6... Yox, qardaş, söhbət solo konsertdən gelir. Xahiş edirəm, gəl faktlarla danışaq. Elə mənim güclü qohumlarım yoxdur axı qadın. Bax, suallarımız sənin üçün çox adi gəlir, hiss edirəm. Yəni, elə müğənni var burada, bax, belə sakitcə durur, amma maşallah. Gəl sənmi danışaq da, Xəyyam. Bəzi müğənnilər var ki, çıxırıq da, indi Allah şükür, Biləcərdən o tərəfə müğənnilərimiz çıxır. Hə, konsert alınamı çıxır, indi onu açıqlayacaq. Gedirlər Rusiyaya və yaxud başqa bir ölkəyə, toya, kiçik toya, xınaya, nə bilim. Təhvirlərə. Ay, sən qadınam. Qadif gəlində də diplom. Diplomla gəlirlər ki, bəs mən belə bir tədbirdə çıxış elədim, mənə belə diplom verdilər. Yekaterinburgda. Hə, sənə bir... Peterburgda. Ay, sağ ol. Deyə də bilirlər. Bir sual verim qardaşımı. Hamburg. Bu yaxınlarda mənə bir diplom göstərdi. Tam oxumadım. O sünnət toyuydu, yoxsa qız toyuydu? Əslində, mən bu hər dəfə gedəndə, qayıdarkən orada bir yeraltı keçid var. O diplomları oradan alıram. Bu səfər gedəndə, o sənə göstərdiyim diplom ki var, bu səfər gedəndə o həmin o diplom satan oğlan xəstə idi. Mənim sünnət toyun diplomu satdılar. Yəni, əziz müğənilər, Xəyyam müraciət edin, Xəyyam artıq o diplom satanların avtoboyunu yerində. Olur, həqiqətən müğənniləri Rusiyaya, tədbirlərə Xəyyam aparır. Ona görə bu sualı... Xəyyam, səndən bir dənə xahişim olacaq. Öncə şəhərlərin adını qeyd elədim. Yekaterinburg, Peterburg. Yəni ki, o şəhərlərin əsl adları Yekaterinburg, Peterburg deməkdir. Olmuşam o şəhərdən. Orada... Ona görə hamı Buruk deyirdi, səndən sonra. Xahiş edirəm, Rusiya tərəfə gedəndə yerlilərimizə başa sal ki, Rusiyanın şəhərlərinin adlarını düzgün desinlər. Novosibirsk. Yəni ki, orada K hərfindən sonra I hərfi yoxdur. Novosibirsk, Peterburg, Yekaterinburg. Xahiş edirəm, belə işlərlə də məşğul oldu. Novokuznetsk. Savab iş görərsən. Baş üstə. Nijnivartovsk. Qeyd edirik. Məncə xeyri olmayacaq o məsləhətlərdən, çünki bizim belə cəmaatımız belədir ki, onlara daha asan olacaq ki, gedib mayasını versinlər, şəhərin adını dəyişsinlər, Novosibirsk eləsin. Aygün Kazımovanın mahnılarını dinləyirsən? Burada uğraşaq. Bir yaxı dedim ki, Aygün istirdim, fırladım ama Kazımova dedi də. Doğrudan dinləyirsən? Təbii dinləyirəm əlbəttə. Zülfiyə xanımın mahnılarını dinləyirsən? Xan Baba yoxsa Aşıq Zülfiyə? Xan Babayevan deyim. Xan Babayevan dinləyirəm. Röya mahnılarını dinləyirsən? Dinləyirəm. Hamısını dinləyirəm. Gözəl da sluxu var. Sən kimə desən ki... Yox, qardaş kimi deyirəm. Sluxun da gözəldir. Mən indi başa düşdüm. Zülfiyə Xanbabayeva aşıq olub, mən başa düşdüm. Yox, aşıq Zülfiyə. Ha, başqa xanımlar. Aygün xanımın, Zülfiyə xanımın, Röya xanımın mahnılarını dinləyirsən də, gözəl sluxun var. Qardaş, sən bir öz mahnılarını dinləyirsən. Hərdən dinləyirəm. Başın qarşım onların repertuarına, qardaş, olsun nə xəbərim var. Açıq sənə deyim ki, öz mahnılarımı heç dinləmirəm. Niyə? Çünki dəyməz. Niyə? Vaxt öldürmürsən. Vaxt öldürmürəm. Mən niyə bizim vaxtımızı öldürsən, qardaş? Siz axı dolaşırsınız, nə oxuyur? Radioda və yaxud efirdə. İndi olur da, hərdən işdir də. Bir mahnı var, Bakı, Moskva. Mən var. Bir gün ifa eləmək istəyirəm, icazə versin. Ha, inşallah, amma birazdan da yəni. Birazdan da. Nastroyeniyozu birazdan körləyərəm. Bəli, verilişin formatını pozmayaq. Ha da, yəni... Qabaqda aforizm var. Verilişin aforizmi olmalıdır. Aforizmdən sonra hazırlar. Bakı, Moskva, bu həqiqətən sifarişlə mahnıdır, yoxsa get-gəlin mahnısıydı? Bu mənim, sən demiş ki, şıpaqa açdığım ilk gündən olan fikrim idi. Sonra artıq tam sərbəst gedib gəlməyimi... Başa düşmən, tam sərbəstində əvvəllər əlindən keçib baxarım. Yəni nadir hallarda geyirdim. İndi isə tez-tez gedib gəlməyimə görə artıq o barədə mahnıda yazdım. Nə olar, bizi də oraya set saldı, bizi də oraya set saldı. Biləcərdə o tərəfə çıxamır. Buyur. Aksaqqalın sözü var. Yox, sözüm ondaydı ki, yəqin demək istəyirdi, şpaqatı açılanda ağrıdan o mahnının əmələ gəldi beynində.
Yaxşı, bu repertuara nəzər saldıq. İcazə verin, mən də bir sual Va, verim. təbii. Xəyyamın bir dənə mahnısı var. Xəyyamın deyil, daha doğrusu Xəyyam bu mahnını tez-tez oxuyur öz repertuarında. От Хайфы до Москвы, ребята из Губы. Ay sağ ol. Düzdürmü? Təbii. Mənim Bu mahnını yazanda belə çıxır ki, Moskvadan Hayfaya qədər bir neçə metrədən bir rебята из Губы deyəlim, sağ sol. Hə? Daha dəqiq ona görələndir. Hər halda onu biz bəstəkarına gəlir soruşaq, amma Mən axırıncı dəfə Qubada, Krasnı Slobodada olanda heç kim yox idi. Akasiyası onlar hamısı От Хайфы до Моskvы deyəmişlər yoxsa. Kim yazıb bu mahnını? Elçin yazıb, İmanov. İmanov. Bəli. Aa, çox gözəl. Salamlayaq Elçin müəllimi. Çox gözəl mahnıları var. Çox belə Diplomla bağlı sualım var idi. Mənim? Bəli. Xeyr, mənim elə sualım olmaz. Ha, mənim onda sualım var diplomla bağlı. Sən Tahirlə özünüz həbs aldın. Hə? Arada qarışdırıram. Orada bir tamaşaçı var, çox xoşuma yarır onun gülüşü. Mən o tamaşasını alışdırıyorum. Bax, indiki gənclər var da, gənc müğənnilər, maşallah çoxdur. Bax, çağırırsan verilişə, danışırlar. Misal üçün ona ağsaqqallar belə deyəndə ki, bunu belə bir qulağından alıb, bir qulağından verirlər. Yəni, amma özlərində işləmirlər. 5 il bundan əvvəl bir mahnı yazıb, əlində ora-bura gedir, gəlir. Yəni, razısan. Nədir? Mənə kimi də İstanbulu yazdı, oxudu, qutardı. Öyle de iş qutardı. Çox xoşuma yar, adam səmimidir. Səmimi, əlbəttə. Yəni, amma bir də nə hiss elədim Tahir qardaşlar. Gözəldir, görsən... Amma hər halda 5 il Amma keçən sən inanırsan, bu qulağından aldı, bu qulağından verdi. Yəni, heç də dəyişmədi. Özü həm tənqid də edir, həm aktual insandır, həm gözəl müğənnidir, həm də gözəl insandır. Bundan artıq nə ola bilər axı? Heç nə. Ancaq o mükafatın üstünə bir dənə də o bozarmış mükafatdan versələr, mənə belə artıq bəsdir. Yaxşı olardı. Ev dolub. Nədir onların adı? Drantdır, mırantdır, bitər adları var. Atların da rəngi də gedib. Atlarını da bilmirəm. Yəni, əslində onu normalı saxlayırlar illər sonra. Əslində mənə Moskvada bir həqiqətən kişi kimi deyim. Təklif gəlir. Konsert idi. Həqiqi konsert idi. Orada Sənin konsertin? Yox, bir konsert idi. Tüzalə xanım, mən, bir də bir dostum, yoldaşım. Getib biz orada konsert verdik və diplom verdilər. Sən mahnı oxuyurdun, mən başa Yox, aparıcı monoloq. Yaxşı, mahnı oxumaq istəyərdin sən. Bəli. Hə? Bəli. Yox, istəməz. Amma oxusam, açıq deyim, Xəyyamın çörəyini suxarıya döndərərdim. Onun üçün sən ən azından gərək 2-3 dildə danışasan. 2-3 dildə? Əcnəbi dildə daha. Əcnəbi dildə. Niyə? Do you speak English? Gülməyə qardaş, do you speak English? I'm not speak. Вот. На русском знаешь? Нет. Нет dersən amma elə bil 2-3 söz bilir. Bəs də 3 dənə. Teşekkür ediyorum. Bu da Türk dili. O heç, o özü. Hansiz ha, hoysan. Yapan dili qardaşım, qadan alım. Sadəcə əlimdən tüf səhniyə çıxardan lazım deyil məni. Yaxşı, bir sualım da var idi. Əslində bu İngilis dilini, Rus dilini dedin, qarışdırdım. Birazdan verirəm. Yox, sual verirdin. Dedin ki, o... Ki, harası getmişdiniz Tunzalə xanım. Həqiqətən sözü kəsməyə bağlı. Bu sözündə haqq Bu var. sklerozun birinci mərhələsi də. Bilirəm. Yəni ki, biraz özünə fikir ver. Yox, mən gün ərzində birinci mərhələ ilə 2 dəfə, 3 dəfə rastlaşıram. Normalda amma 4-5 dəfə 4-cü mərhələ ilə rastlaşıram. Mərhələ uşaqsan da o şey. Verilişimiz, Xəyyam, həmişə olduğu kimi aforizmlə bitir. Aforizmləri də hər insanın aforizmini oxumuruq biz. Bəli. Çox məşhur bir insan var. Bir kitab tapmışıq. Bəli. Onu yazıb 20-ci əsrin çempionu, məşhur KVN-şik, əməkdar artist Tahir İmanov. Tanıyırsan sən onu? Tanıyıram, qonşumdur mən. Qonşundur? Qonşum. Mən eşitmişəm. Onun gözəl bir aforizmi var. Növbəti aforizm belədir. Əziz tamaşaçılar, siz də qulaq asın. İndiki zamanədə zibilə düşmək çox asan məsələdir. Amma nazirin qəbuluna düşmək qeyri-mümkündür.
Xeyyam İhsanov, alqışlarınızla. Əziz dostlar, hörmətli tamaşaçılar, unutmayın, hər şənbə axşamı siz uşaqlar özlərini nağıllar aləmindəki kimi hiss etməsi üçün Rixi Club, uşaq klubu, tenis kortu, futbol və voleybol sahəsi olan Rixis Quba Azərbaycan otelinin baş sponsorluğu ilə gülüş yığmasına baxırsınız. Bu ölkədə bu yığmanın rəqibi yoxdur. Meşələri, dağları, buz kimi bulaqları tanıdı bütün dünya. Rixis gəldi Qubaya. Burada gözəldir hər an, 5 ulduzlu bu məkan. Sizi gözləyir Rixis Quba Azərbaycan.